1918-ci il. Cəmi 23 ay ömür süren bir dövlət. Lakin bu dövlət özündən sonra elə bir miras qoydu ki, onun ordusu 100 il sonra Qarabağı işğaldan azad etdi. Bu, Azərbaycan milli ordusunun şanlı tarixidir. Bugün tarixdə bir gündə sizinlə Azərbaycan Silahlı Qüvvələrinin yaranışından Zəfər ordusuna qədər uzanan şanlı yolunu xatırlayacağıq. Təsəvvür edin, 1918-ci ilin mayı şimaldan Denikençilər və bolşeviklər, qərbdən erməni silahlıları, hər tərəfdən təhlükə. Belə bir şəraitdə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin əlində olan silahlı qüvvələr cəmi 600 nəfərdən ibarət könüllü dəstə idi. 28 may 1918-ci ildə qəbul edilmiş İstiqlal bəyannaməsində yazılırdı. Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək üçün nizami orduya malik olmalıdır. Bundan cəmi 29 gün sonra 26 iyun 1918-ci ildə tarix yazıldı. Nazirlər Şurasının qərarı ilə əlahətdə Azərbaycan korpusu yaradıldı. Bu, müsəlman şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmağa başlaması demək idi. Maraqlı bir fakt, bu korpusun əsasında Çar Rusiyasının vəhşi diviziya adlandırdığı keçmiş Tatar süvari alayının döyüşçüləri dayanırdı. Ruslar onları vəhşi adlandırsalar da, bu vəhşilər yenicə yaranmış Azərbaycan milli ordusunun nüvəsinə çevrildilər. Mübariz bəy, ordunu quran şəxslər kimlər idi? Səməd bəy Mehmandarov, Çar Rusiyasının tanınmış Azərbaycanlı generallarından biri. Səməd bəy Mehmandarov təhsilini öncə Bakıda, sonra isə Sankt-Peterburqdakı 2-ci Konstantin hərbi məktəbində almışdı. O, Çar Rusiyası ordu sıralarında artilleriya generalı kimi xidmət etmişdi. Səməd bəy Mehmandarov əsasən 1904-1905-ci illər Rus-Yapon müharibəsində Port Arturun müdafiəsində göstərdiyi xidmətlərinə görə seçilmişdi. AXC-nin hərb naziri vəzifəsini daşıyan Səməd bəy Mehmandarov ordunun sıfırdan qurulmasında və milli kadrların yetişdirilməsində xüsusi rol oynamışdı. Onun rəhbərliyi altında milli zabit hazırlığı sistemi yaradıldı və hərbi məktəblər açıldı. Səməd bəy Mehmandarov həmçinin Azərbaycan türkçəsinin ordu sıralarında rəsmi dil olaraq tətbiqini başlatdı. Səməd bəy Mehmandarov 1931-ci ildə Bakı şəhərində vəfat etdi. General-leytenant Əliağa Şıxlinski dəqiq atəş üsullarına görə Rus artilleriyasının Allahı ləqəbini qazanmış dahi artilleriyaçı. Əliağa Şıxlinski Rus-Yapon müharibəsindən 1-ci Dünya müharibəsinə qədər döyüş meydanlarında qəhrəmanlıqlar göstərmişdi. Əlahətdə Azərbaycan korpusunun ilk komandanı məhz Əliağa Şıxlinski idi. Şıxlinski yalnız döyüş meydanlarında deyil, hərbi nəzəriyyə sahəsində də ad çıxartmışdı. Onun hazırladığı Şıxlinski üçbucağı və Şıxlinski formulu artilleriya atışlarının dəqiqliyini müəyyən edən mühüm yeniliklərdən biri idi. Əliağa Şıxlinski həmçinin Azərbaycan hərbi lüğətinin ilk müəllifi sayılır. 1926-cı ildə onun Rusça-Türkçə hərbi lüğəti nəşr edilmişdi. Əliağa Şıxlinski 1943-cü ildə Bakıda vəfat etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri Xosrov bəy Sultanov. Çox qısa müddətdə hərb naziri olsa da, Xosrov bəy Sultanov da Azərbaycan milli ordusunun quruculuğunda mühüm işlər görmüşdü. Xosrov bəy Sultanov 1879-cu ildə Zəngəzur qəzasında anadan olmuşdu. Xosrov bəy Sultanov peşəkar hərbiçi deyildi. O, Odessa Universitetinin tibb fakültəsini bitirmişdi və ictimai-siyasi fəaliyyətə başlamışdı. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağ və Zəngəzurun general-qubernatoru təyin olunaraq bölgədə Azərbaycan hakimiyyətinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmişdi. 1920-ci il bolşevik işğalından sonra o mühacirət etmiş və 1943-cü ildə İstanbulda vəfat etmişdir. General Məmməd bəy Sulkeviç. Məmməd bəy Sulkeviç milliyyətcə tatar idi. O, 1-ci Müsəlman korpusunun komandiri idi. Məmməd bəy Sulkeviç Rus-Yapon müharibəsində və 1-ci Dünya müharibəsindəki döyüşlərdə iştirak edərək mühüm hərbi təcrübə qazanmışdı. 1919-cu ildə o, Azərbaycan milli ordusunun
baş qərargah rəisi təyin edilmiş və milli ordunun təşkilatlanmasında mühüm rol oynamışdı. Həmçinin 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi ittifaqın bağlanmasında Məhəmməd bəy Sulkeviçin təşəbbüsü həlledici rol oynamışdı. Cümhuriyyətin süqutundan sonra 1920-ci ilin aprelində Azərbaycanda Bolşevik hakimiyyəti qurulduqda Məhəmməd bəy Sulkeviç Azərbaycanı tərk etmədi. Məhəmməd bəy Sulkeviç yeni Bolşevik hakimiyyəti tərəfindən həbs edildi və əks-inqilabi fəaliyyət göstərməklə ittiham olundu. Qısa istintaqdan sonra ölüm cəzasına məhkum edildi. 1920-ci il iyulun 15-də Bakıda güllələndi. Burada önəmli bir fakta diqqət çəkmək istəyirəm. Azərbaycan Xalq Cümhuriyyətinin 21 döyüş generalı var idi. Bolşeviklər onlardan 15-ini güllələdi. 23 aylıq cümhuriyyət nə qədər güclü ordu qura bildi? Bu heyrətamiz bir inkişaf hekayəsidir. 1918-ci ilin mayında cəmi 600 nəfərlik könüllü dəstə artıq bir ay sonra 1918-ci ilin iyununda 5000 nəfərlik əlahətdə korpus heyətindən ibarət idi. 1919-cu ilin sonunda nizami ordunun sayı 25 min nəfərə çatmışdı. 1920-ci ilin planına əsasən Azərbaycan Silahlı Qüvvələrinin sayı 40 min nəfəri ötməli idi. Dövlət büdcəsinin tam 24%, təxminən hər 4 manatdan biri hərbi məqsədlərə ayrılırdı. 1919-cu ildə isə 400 milyon manat vəsait ordunun inkişafına yönəldilmişdi. Mübariz bəy, Sovet işğalından sonra Azərbaycan ordusuna nə oldu? 1920-ci ilin aprel işğalından sonra Bolşeviklər rəsmi olaraq Azərbaycan Hərb Nazirliyini ləğv etdilər. Cümhuriyyət generallarının əksəriyyəti Nargin adasında güllələndi. Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu tarix güzgüsündə yox oldu. Lakin bu son deyildi. Sovet İttifaqı dönəmində Azərbaycanlılar orduya cəlb olunsalar da, əsasən tikinti batalyonlarına göndərilirdi. İmperiyanın məqsədi aydın idi. Azərbaycanlılar silahdan uzaq olsun və Azərbaycanlılar arasında peşəkar hərbiçilər yetişməsin. Buna baxmayaraq, 1973-cü ildə Heydər Əliyev Sovet İttifaqının bütün əngəllərinə rəğmən Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Moskvadan göndərilən komissiyalar bu məktəbin lazımsız olduğunu sübut etməyə çalışırdı. Lakin Heydər Əliyev diplomatiyası qalib gəldi və Cəmşid Naxçıvanski adına bu məktəb Azərbaycanda milli hərbiçi kadrların yetişdirilməsində mühüm rol oynadı. Burada bir məqama diqqət çəkək. 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra demək olar ki, sıfırdan ordu qurmağa məcbur oldu. Lakin bu zaman Cəmşid Naxçıvanskinin müdavimləri bu ordunun yaradılmasında yaxından iştirak etdilər. 1991-ci il 9 oktyabr Azərbaycan Ali Soveti yenidən milli ordunun yaranması haqqında qərar qəbul etdi. Lakin bu sözün əsl mənasında sıfırdan yeni ordu qurmaq idi. Qarabağda müharibə gedirdi, nizamsızlıq var idi, silah-sursat çatışmırdı. O dövrün dövlət rəhbərləri Əbülfəz Elçibəyin, daha sonra isə Heydər Əliyevin ən önəm verdiyi məsələlərdən biri ordu quruculuğu idi. Xüsusilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə könüllü batalyonlar ləğv edildi və nizami orduya keçid başladı. Hərbi məktəblər yenidən təşkil olundu. 1998-ci il may ayının 22-si Heydər Əliyev tarixi bir fərman imzaladı. 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin günü elan edildi. Bu fərmanla Azərbaycan Xalq Cümhuriyyətindən müasir dövrə uzanan tarixi vərəsəlik rəsmi şəkildə təsdiq olundu. Beləliklə, 1918-ci ildə 600 nəfərlik könüllü dəstə ilə başlayan Azərbaycan Silahlı Qüvvələrinin şanlı yolu 2020-ci ildə 30 illik işğalı sona çatdıran Zəfər ordusu ilə tarixə yazıldı. Bizi izləməyi, bəyənməyi və paylaşmağı unutmayın.